Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə davadalaş saldılar. Qızım da dözməyib özünü öldürdü. Redaktor az xəbər verir ki, bu fikirləri Telegraf bir neçə gün öncə yaşadığı evdə intihar edən 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib. Onun sözlərinə görə mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir. Güya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nikah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı. Murad Bayramovun sözlərinə görə faciənin bünövrəsi qız toyundan başlayıb. Qız toyundan sonra Elnur ata, anası ilə birgə bizə gələrək əməlli başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir, qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonraki gündə mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızım canına qıydı.